Xoş gördük əziz dinləyicilər. Dünənləri mən məlumat vermişdim ki, bilirsiniz, həm Avropanın Rusiyaya qarşı 19-cu sanksiyası elan edilib, həm də Amerikanın birbaşa Rusiyaya sanksiya elan edib və Ukraynaya yeni silahların, yeni raket silahlarının daha dərinliklərə, Rusiyanın dərinlərində vurmasına icazə vermiş oldu. Bununla bərabər bu günlərin mətbuat konferansında Trump bildirib ki, bəs jurnalistin sualına bu formada cavab verib ki, bəs Rusiya bu təsir edəcəkmi? Deyib, narahat olmayın, 6 aydan sonra görərsiniz nə olacaq. Və bununla bərabər bilirsiniz ki, Rusiyanın nəhəngləri olan Rosneft və Lukoyla da ciddi onun təsisatlarına, Avropada olan təsisatlarına və digər ərazilərdə olan təsisatlarına sanksiya elan edilib. Artıq bundan Hindistanın müəyyən mənada çəkildiyini şahidik və artıq Çin şirkətləri də bundan xofa düşüblər və Rosneftdən və Lukoyldan ümumiyyətlə Rusiya yanacağının alınmasından da çəkinmələr Çində də baş verir. Mən düşünürəm ki, həqiqətən Trump'ın dediyi kimi 6 aydan sonra, yəni bu 3-4 ay ərzində də bizi çox maraqlı hadisələr və Rusiyanın çöküşünün şahidi ola bilərik. Təşəkkür edirəm diqqətinizə görə.